Çevrə ilə bağlı bir sıra məsələlərin izahına baxaq. Ən sadədən tutmuş mürəkkəbinə qədər baxacağıq. Deyir ki, uzunluğu 24 pi olan çevrənin radiusunu tapın. Biz dedik ki, çevrənin uzunluğu nəyə bərabərdir? L bərabərdir 2 pi r-ə. Düzdür? Və bunu da bizə nə verib? 24 pi verib. 24 pi. 24 pi. Buradan eli silək. Bizdən indi nəyi soruşur? Radiusu soruşur. P'lər burada ixtisar getsə, R bərabərdir nəyə? 24 bölü 2-yə. O da eləyəcək neçə? 12 santimetr. Aha, bəzən çevrənin deməli uzunluğun C hərfi ilə də işarə edirlər. Bu bizi yəni çaşdırmasın. Deyir, radius R olan çevrənin radiusu hansı düsturla hesablanır? Təbii ki də Y variantı ilə. Dedi 2 pi R düsturu ilə hesablanır. Sonra baxaq digər məsələlərə. Aha, 6-cı məsələyə baxaq. Deyir ki, mərkəzi O nöqtəsi olan çevrədə mərkəzi O nöqtəsi olan çevrədə. Baxıram ki, AC vətərdir. AB isə nədir? Diametrdir. Çünki nə olub? Mərkəzdən keçir. Bizdən istəyir ki, nəyi tapaq? Deyir, BAC. Buranı bizə verib nə? 15 dərəcə. 15 dərəcə. Bizdən nəyi soruşur? BOC mərkəzi bucağını. Dedik ki, bax, bucağı nədir? Çevrəyə söykənən bucaqdır. Yəni, daxilə çəkilən bucaqdır da bu A bucağı, BAC bucağı. Daxilə çəkilən BAC bucağı nəyə bərabər idi? BAC deməli, bərabər idi. Əgər eyni bir deyək ki, qövsə söykəniblərsə, hər ikisi BAC-də, BOC-də eyni qövsə söykənib. Baxın bu qövsə, BC qövsünə. Yəni, eyni bir qövsə söykənibsə, mərkəzi bucağın yarısına bərabərdir. BAC deməli, bucaq BOC-nin yarısına bərabər olur. Çünki hər ikisi BC qövsünə söykəniblər. BAC dedik, BOC-nin yarısına bərabər olur. Buradan da alırıq ki, bucaq BOC nəyə bərabər imiş? 30 dərəcəyə bərabər imiş. BOC 30 dərəcə imiş ki, BOC-nin yarısı nə olub? 15 dərəcə olub. Yəni, bu şəkildə ona görə də bütün qaydaları bilmək lazımdır ki, məsələlərə rahat tətbiq eləməyi bacaraq. Yəni, o qaydanı məsələn bilməsək, bura tətbiq eləməyi bacarmayacaqdıq. Yəni, qarasını sadəcə nə edirik? Əzbərləmirik. Baxaq, deyir, çevrə daxilinə çəkilən dördbucaqlının, baxın, çevrə daxilinə çəkilən dördbucaqlı. İki qarşı bucağa 5-7 nisbətində olarsa, onları tapın. Dedik ki, çevrə daxilinə dördbucaqlı çəkməkdən ötürü dördbucaqlının qarşı bucaqlarının cəmi nəyə bərabər olmalı? Tutaq ki, bir qarşı bucağı alfa, digər qarşı bucağı betadırsa, alfa ilə betanın cəmi nəyə bərabər olmalıdır? 180-ə. İndi bizdə də deyir ki, qarşı bucaqların nisbəti 5-in 7-yədir. Yəni, alfanı 5K götürsəm, betanı 7K götürsəm, o zaman alfa ilə betanın cəmi 180-ə bərabər olmalıdır dedik. 5K üzərinə gəlinsin. Nə? 7K bərabərdir nəyə? 180-ə. Düzdür? 180-ə. Buradan da 12K 180-ə bərabərdir. Və təbii ki də K da bərabərdir neçəyə? 10
15 dərəcəyə. Düzdürmü? 15-ə. K 15-ə bərabərdir. K 15-ə bərabərdirsə, deməli, doğru cavab olacaq nə? C variantı. Yəni K-nın qiymətini burada yerinə qoysaq 5K, 5-i K-ya vuranda 75, 7-ni K-ya vuranda isə 105 edəcək. Sonra baxaq digər məsələ nümunələrinə. Aha, baxaq. Deyir ki, C radiusu bir çevrə çəkək əvvəlcə 10-cu məsələni həll eləməkdən ötürü. Bir dənə çevrə verib bizə. Radius nəyə bərabərdir? 28-ə. Radius 28 olan çevrənin mərkəzindən 16 santimetr məsafədəki nöqtədən çevrənin nöqtələrinə qədər olan məsafəni tapın. Aha, radius 28-dir. Hansısa bir dənə nöqtə verib. Deməli, çevrənin mərkəzindən 16 santimetr məsafədə olan nöqtə. Çevrənin mərkəzindən əgər 16 santimetr məsafədə olan nöqtə deyirsə, deməli, bu çevrənin mərkəzində yerləşir. Yəni, buradan bura qədər olan məsafə tutaq ki, 16-dır. Deyir, çevrənin nöqtələrinə qədər olan ən böyük məsafəni tapın. Baxaq. Çevrənin nöqtələrinə qədər ən böyük məsafə. Bura olsun bizdə nə? R. Bunu gəlin işarə eləyək nə ilə? R ilə. Və çevrənin mərkəzi də olsun bu nöqtə. Çevrənin mərkəzindən 16 santimetr məsafə. Baxaq, 16 santimetr məsafə təxminə buradan bura qədər olan məsafədir. Buranı O-la işarə eləyək. Buranı da A-la. AO, buranı da B-ilə işarə eləyək. OB nəyə bərabərdir? R-ə. Bu da eləyir 28. OA isə 16-dır. Ən böyük məsafədə çevrənin nöqtəsinə qədər olan ən böyük məsafə, yəni A-dan B-yə qədər olan məsafəni əslində bizdən istəyir. Bunu da tapmaqdan ötürü nə edəcəm? 16-nın üstünə 28-i gələrəm. Bu da eləyəcək nə? 44 santimetr. Cavab olacaq D variantı. Baxaq görək digər məsələlərdə nələr var. Deyir ki, radiusu 6 santimetr olan 120 dərəcəli mərkəzi bucağa uyğun qövsün uzunluğunu tapın. Baxaq. Ümumi çevrədə tam çevrənin, yəni bu ümumi bütün hamısının belə deyək, dərəcəsi nədir? Bu tam bucaqdır da, 360 dərəcədir. Baxaq, bizdən qövsün uzunluğunu soruşur. Əvvəlcə bunun elin uzunluğunu tapaq. El bərabərdir 2 pi r. Düzdür? Erimiz də nəyə bərabərdir? Eri axı verib biz 6. 2 pi vurulsun 6. Bu da neyniyəcək? 12 pi. Düzdür? 12 pi. İndi isə baxaq. Bizdən 120 dərəcəli mərkəzi bucağa uyğun. 120 dərəcəli mərkəzi bucağa uyğun. Görək 360-ı 120-yə böləndə neçə düşür? 360-ı 120-yə böləndə 3 düşür. Yəni bir çevrəni əgər 120 dərəcəli qövsə bucağa ayırıramsa, təxmini belə deyək də, bura nəzərdə tutulur da deyək.
Hə, bura elə bil çevrənin 1/3 hissəsi olacaq da. Bu buradan bura qədər olan hissə çevrənin 1/3 hissəsi olacaq. Çünki 120 360-ın 1/3 hissəsidir də. Ona görə də çevrənin ümumi uzunluğun bölməliyəm nəyə? 3-ə. Yəni 12 pini böləcəm nəyə? 3-ə. Bu da eləyəcək nə? 4 pi. Cavab olacaq nə? A variantı. Bu formada. Sonra baxaq digər məsələlərə. Aha. Bizdən soruşur ki, mərkəzi O nöqtəsi olan çevrədə AO AB-yə bərabərdir. AO-nu bizə verib ki, AB-yə bərabərdir. Bunu bizə verib. Və bizə verilmədən də nəyi bilirik? OB-nin AO-ya bərabər olmasın. OB-nin A o OA-ya bərabər olmasın. Yəni AO-ya bərabər olmasın da deyək. Çünki nəyə görə bunlar bərabərdir? Görürəm ki, OB-də radiusdur. OA da radiusdur. Onda buradan belə çıxır ki, OA ilə OB bir-birinə bərabərdir və həmçinin də deyir ki, OA AB-yə bərabərdir. Onda bu da erdir. AB deyirdi. Nə yarandı burada? Bərabər yanlı OBA üçbucağı. Daha doğrusu bərabər tərəfli OBA üçbucağı və bərabər tərəfli üçbucaqda bütün bucaqlar nəyə bərabərdir? 60 dərəcəyə bərabərdir. Ona görə də AOB nə olacaq? 60 dərəcə olacaqdır. Sonra baxaq. Bizdə deyir ki, 19-da. Çevrənin diametri 13 santimetr, A bucağı 90-dır. AB 5-dir. AB 5-dir. Diametr deyəndə bu C-dən B-yə qədər bir dənə düz xətt çəkisi olacaq bizim nəyimiz? Diametrimiz. Buradan bura qədər olan məsafə. Nədir? 13-dür. Düzdürmü? 13-dür. Bizdən AC-ni soruşur. Pifaqor teoremindən istifadə eləsək, çünki A bucağı 90-dır da, CAB də düzcalı bucaqdır. Pifaqor teoremindən istifadə eləsək, AC nəyə bərabərdir? AC bərabərdir 13-ün kvadratı çıxılsın nəyə? 5-in kvadratı. Bu da bərabərdir. Deməli, 169-dan 25 çıxanda 144 qalır. O da 12 eləyir. Cavab olacaq nə? D variantı. Sonra baxaq başqa məsələlərə də. Deməli, hə, bizdə deyir ki, AC və BD 37-ci suala baxarıq. AC və BD vətərləri Y nöqtəsində kəsişir. Aha, Y nöqtəsində kəsişir. AMB 48 dərəcədir. CND 76 dərəcədir. Bu bucağı bizdən istəyir. Deməli, bunu tapmaq üçün nə edəcəyik biz? Deməli, bizdən DYC bucağını soruşur. Biz də demişdik ki, əgər iki dənə çevrənin iki vətəri kəsişərsə, onda kəsişmədən alınan, deməli, vətərlər arasında qalan bucaq
necə tapılır? Yəni bucaq DYC necə tapılır? SND qövsü ilə deməli AMB qövsünün cəminin yarısına. Bu da eləyəcək 48 üstə gəlinsin 76 böl deməli 2. Bu da eləyəcək. Deməli, nə verəcək bizə? 76 ilə 48-i toplayanda eləyəcək 124. 124-ü də təbii ki 2-yə böləndə nə düşəcək? 62 düşəcək. Cavab da olacaq nə? Y variantı. Aha. Sonra burada deyir ki, katetləri 12, 16 olan düzbucaqlı düzbucağın daxilinə çəkilən çevrənin radiusunu tapın. Necə tapacağıq bunu? Bunun üçün əslində düstur var. Baxaq bir dənə düzbucaqlı düzbucaq çəkək. Deməli, bunun daxilinə çəkilən çevrənin radiusunu bizdən istəyir. Üçbucağın daxilinə çəkən çevrənin radiusunu istəyir. Denə bunu elə çəkək ki, toxunsun hər tərəfə. Aha, bizdən bunu istəyir, yəni bunun radiusu. Yəni nəyi? Bu hissəni istəyir də. Mərkəzdən bura qədər olan məsafəni. Eri istəyir. Aha, katetlər də nədir? Deməli, bura 12, bura isə nədir? 16-dır. İndi görək bu çevrənin üçbucağın, düzbucağın daxilinə və xaricinə çəkilmiş çevrə üçün əslində bizdə düzbucaqlı üçbucaq verilibsə və onun daxilinə çəkilən çevrənin radiusunu istəyirsə, katetləri tutaq ki, R bərabərdir. Katetlər AB olarsa, tutaq ki, bunu gəlin silək əvvəl ümumini yazaq. Tutaq ki, katetlər bura A-dır, bura B-dir, hipotenuz isə C-dir. C olarsa, düzbucaqlı üçbucağın daxilinə çəkilən çevrənin radiusu bu düsturdan hesablanır. A üstə gəl B çıx C böl 2. Bu düsturdan hesablanır. İndi bizdə də A-nı verib nə? Yəni katetin birini verib 12. Sonra digərini verib bizdə 16. İndi biz hipotenuzu tapmalıyıq, yəni C-ni. C də bərabərdir 144, yəni 12-nin kvadratı üstə gəlinsin nə? 16-nın kvadratı. 144-ün də üstünə 256 gələndə eləyir 400. Bundan da köç çıxır 20. Deməli, C-miz nəyə bərabərdir? 20-yə. İndi gəlin eri tapaq. Eri də dedik necə tapacağıq? Katetlərin cəmi R bərabərdir 12 üstə gəl 16 çıx 20 bölünsün 2. 12-nin üstünə 16 gələndə eləyir 28. 28-dən 20 çıxanda qalır 8. 8-i də 2-yə böləndə düşür 4. Deməli, həmin çevrənin radiusu nə imiş? 4-ə bərabər imiş. Belə. İndi digər bir şey də deyim. Bu söhbət çevrənin daxilinə çəkilən yerdən gedirdi, bunu bildik. Amma indi çevrənin xaricinə də, daha doğrusu, düzbucaqlı üçbucağın daxilinə çəkilən çevrənin radiusunu bildik. İndi xaricinə çəkilən çevrənin radiusuna baxaq. Aha, yəni böyük yerə baxaq. Görək necə tapılır. Bu olsun bizim düzbucaqlı
Əvvəlcə gəlin çevrəni çəkək. Bu olsun mənim çevrəm. Bu olsun. Deməli, bir dəqiqə çevrəni çəkək. Sonra isə indi düz buzağı, düz buzağı çəkək. Bu da olsun mənim düz buzağı, üç buzağım. Düzdür. Aha, bu şəkildə. Bizdən nə istəyir? Bu böyük yeri istəyir də. Bu hissəni. Bircə dəqiqə. Aha. Böyük yeri istəyir. Buranı yəni. Böyük yeri. Bu necə tapılır? Böyük er düzbucaqlıda elə hipotenuzun yarısına bərabərdir. Yəni, bura əgər katetləri verərsə, hipotenuz C olarsa, əslində elə C-nin yarısına bərabər olur. Bunu yəni tapmaq daha rahatdır. 40-cı məsələyə baxaq. Maraqlı bir məsələ növüdür. Baxaq, görək bizdən nə istəyir. Deməli, 40-da bizə deyir ki, bircə dəqiqə lövhəmizi təmizləyək. 40-da bizdə deyir ki, çevrənin diametri AB diametrdir. Vətərə perpendikulyardır. Yəni CD-yə perpendikulyardır. MB 5-dir. Buradan bura qədər olan məsafə, gəlin qırmızı ilə yazaq ki, daha aydın görə bilək. MB 5-dir. Buradan bura qədər olan məsafə 5-dir. AM, aha, AM, yəni buradan bura qədər olan məsafədən söhbət gedir. 16-dır. Bizdən nə istəyir? CD vətərinin uzunluğunu istəyir. Baxaq. Görək CD vətərinin uzunluğunu biz necə tapa bilərik. Deməli, buranı biz OM-i X-lə işarə eləyək. Birinci biz çevrənin radiusunu tapmalıyıq ki, vətəri tapmaq bizim üçün rahat olsun. Çünki vətər M nöqtəsində 2 bərabər hissəyə bölünüb. Nəyi tapmalıyam mən? Radiusu. Yəni, istənilən bir radiusudur. Yəni, buradan deyək ki, O nöqtəsindən D nöqtəsinə qədər olan məsafəni tapaq və yaxud da AO-nu tapaq. Yəni, zaten eynidir də bunlar. Onu tapmaq üçün nə edəcəm? Deməli, MB X-dır. Gəlin yazaq bizə əlimizdə olanları. O, M, bircə dəqiqə. Bunu belə gəlin skrinliyə yazaq. Daha geniş şəkildə olsun bizdə. Aha, baxaq. Deməli, bizdə nələr verilib? Verilənlərə uyğun olaraq yazaq. AO üzərinə gəlinsin. M bir də üzərinə gəlinsin. MB nəyi verir mənə? AO üstəgəl OM üstəgəl MB 2 yeri verir mənə. Düzdür? 2 yerdir. Çünki AO da yerə bərabərdir. Buradan istəsiz yaza bilərəm. AO da bərabərdir nəyə? O B-yə. Bu da bərabərdir nəyə? Yerə. Aha. İndi verilənləri yazaq. AO ilə OM-in cəmi 16-dır.
MB də nədir? 5'dir. Bu da bərabərdir nəyə? 2 era. Baxaq. AM aha 16 2 yerə bərabərdir. Deməli, erim nəyə bərabərdir? 21'i 2'ye böləndə nə olar? 10 tam onda 5 düşəcək. Düzdür? 10 tam onda 5. İndi mən SD'ni tapmaqdan ötürü MD'ni tapsam mənə kifayətdir. MD'ni tapıb 2'yə vursam CD eləyəcək. MD'ni də tapmaqdan ötürü bir də bir düzbucaqlı üçbucağı əmələ gəldi də. Çəkək həmin düzbucaqlı üçbucağı. Qələmin rəngini dəyişək ki, çaşqınlıq yaranmasın. Düzbucaqlı üçbucağımız olacaq belə. Hansı düzbucaqlı üçbucaqdan söhbət gedir? İndi çəkəndə görəcəksiniz. Bura olacaq deməli. Mərkəzi nöqtəsi M-dir. Yəni bu hissə M-dir. Burada, yəni düz bucaqda M-dir. Çünki axı bizə deyir perpendikulyardır bir-birinə. M, O, D. MOD düzbucaqlı üçbucağında. Mən MD-ni tapsam mənim üçün kifayətdir. MD-ni bilmirəm. X-dır. O, M-i. Deməli. Daha doğrusu MD'ni bilməliyəm də, düzdürmü? MD'ni bilməliyəm. MD'ni bilməkdən ötürü də OD-ni bilirəm ki, OD 10 tam onda 5'dir. İndi bircə dəqiqə OM-i də tapaq. OM-i də necə taparıq? OM-i də tapmaqdan ötürü OB-dən B-mi çıxaram. Bircə dəqiqə. OM-i də tapmaqdan ötürü OM. OM-i də tapmaqdan ötürü nə edərəm? Deməli, OB-dən çıxaram B-mi. OB-nin də uzunluğu nədir? Radiusdur axı. 10 tam onda 5 çıxılsın. MB də nədir? 5'dir. Bu da bərabərdir nəyə? 5 tam onda 5'ə. Düzdür? 5 tam onda 5. OM-i də tapdım 5 tam onda 5'dir. İndi Pifagor teoremindən istifadə edib mən bunları tapa bilərəm də. MD-ni. MD-ni tapmaqdan ötürü 10 tam onda 5'in kvadratından çıxaram nəyi? 5 tam onda 5'in kvadratı. Çıxılsın. 5 tam onda 5'in kvadratı. Bunu da ki, rahat üsulla belə yazsaq, kvadratlar fərqindən istifadə eləsək, 10 tam onda 5 üstə gəlinsin 5, 10 tam onda 5 çıxılsın 5 tam onda 5. Bu da eləyəcək, deməli, 10 tam onda 5'in üstünə 5 tam onda 5 gələndə eləyər 16 vurulsun. 10 tam onda 5'dən də 5 tam onda 5 çıxanda qalır 5. Bu da neçə elədi? 4 kök altında 5. 4 kökdə 5 və bu 4 kökdə 5 MD-nin uzunluğudur. Bizdən CD-nin uzunluğunu soruşur. CD-nin də uzunluğu nəyə bərabərdir? MD-nin 2 mislinə, yəni 8 kökdə 5'ə. Cavab olacaq nə? D variantı. 61-ci suala baxaq. Deyir, radiusu 6 olan çevrə daxilinə ABC bucağı çəkilib. AC 12 olarsa, AMC qövsünün dərəcə ölçüsünü tapın. Aha, baxaq. AMC qövsü deyəndə AMC qövsü. Bax, mən birinci bu B bucağını bilməliyəm. Bunu bilmək üçün nə biləcəm? Bu neçə dərəcədir? Bizdən radius deyir 7, düzdür?
Düzdürmü? Radius 6-dır. Radius 6-dır. AC 12-dirsə, deməli AC ilə diametrdir. AC diametrdir. Diametrim də nədir? 12-dir. Və biz də demişdik ki, diametrə söykənən bucaq necə bucaqdır? Diametrə söykənən bucaq haqqında demişdik ki, diametrə söykənən bucaq 90 dərəcəli bucaqdır. Yəni bu B bucağı ki var, bu nədir? 90 dərəcəli bucaqdır. Və B bucağı nədir? Mərkəzə çəkilmiş bucaqdır. Mərkəzə yox, daha doğrusu çevrənin daxilinə çəkilmiş bucaqdır. Çevrənin daxilinə çəkilmiş bucaq, bucağın dərəcə ölçüsü söykəndiyi qövsün yarısına bərabərdir. Yəni AMC-nin yarısına bərabərdir. Yəni AMC qövsü bərabərdir 2 vurulsun bucaq ABC. Və ABC bucağın da dediyi 90 dərəcə olduğuna görə 2-ni də 90-a vuranda nə qədər eləyəcək? 180 dərəcə. Bu formada. Çevrə haqqında məsələlərdən bu qədər.